Uşaqlar, biz yenə DİM 2025-dən sürtünmə qüvvəsi, elastik qüvvəsində açıq tipli sual var, görürsünüz. 28-ci sual. Ona baxacağıq. 28-ci sualda bizə uşaqlar nə deyir? Görürsünüz, bir ST qrafiki vermiş, yer dəyişmə zaman qrafiki verib. Biz görürük ki, uşaqlar, burada nə baş verir? Yəni, görürük ki, burada, yəni, getdikcə, burada daha doğrusu, burada görürük ki, getdikcə sürət artır. Elə deyilmi? Sürət artır. Sürət artdığı zaman və necə görürük uşaqlar? Bu başlanğıc sürəti sıfırdır, görürsünüz, yəni. Sürət artır. Deməli, burada biz nə biləcəyik? Dartı qüvvəsi uşaqlar, dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Çünki yeniləşən hərəkətdir, görürsünüz. Yəni, cismin getdikcə sürəti artır və yaxud da görürsünüz, 30 Newton qüvvə ilə dartırsa, deməli, bu getdikcə artır, sürət də artır. Bizə deyir ki, uşaqlar, sürtünmə əmsalını tapın burada. Görürsünüz, sürtünmə əmsalı nəyə bərabər? J'mizi verib, kütləmizi verib, dartı qüvvəmizi verib. Biz burada uşaqlar görürük ki, bu təcili hərəkət olduğuna görə, bərabər təcili hərəkət olduğuna görə, biz burada avtomatik birinci təcili tapmamız lazımdır. Biz yerdəyişmə düsturu bilirik, yerdəyişməmizin belə bir düsturu var. S bərabərdir, V0T plus A T kvadratı bölü 2. Amma bayaq dediyim kimi biz nə görürük uşaqlar? Burada V0 nədən başlayır? Yəni, cisim başlanğıc sürəti sıfırdır, elə deyilmi? Sıfırdan başlayır. Onda avtomatik nədir? Bu sıfırdır. Onda biz buradan təcilimizi tapsaq nə olur onda uşaqlar? 2S böl T kvadrat olur, elə deyilmi? 2S'imiz nədir uşaqlar? 20-dir. T kvadratımız nədir uşaqlar? 4-dür. O da bərabər nə oldu? 5 metr böl saniyə kvadrat. Okay. Biz təcilimizi tapdıq. 5 metr böl saniyə kvadrat. İndi uşaqlar, burada Newtonun ikinci qanununu tətbiq edərək sürtünmə qüvvəsini tapaq. Onda biz bilirik ki, F dartı minus F sürtünmə bərabərdir MA-yə. Düşünün ki, uşaqlar, burada yazım. Yer səthidir. Belə bir cisim var. Belə F dartı ilə gedir. Bildiniz, yəni. Sürtünmədə bunun əksi nədir uşaqlar? Niyə çıxaq yazdım uşaqlar? Çünki F dartı sürtünmədən böyükdür. Çünki necə hərəkətdir? Yeniləşən hərəkətdir. Yəni, cisim bu tərəfə, sağ tərəfə, yəni cismin istiqaməti sağ tərəfə doğru gedir. Burada da F sürtünmədir. Okay. Bu anlaşılını yazdıq. İndi buradan həllinə baxaq. Biz bilirik ki, uşaqlar, sürtünməmiz nəyə bərabərdir? Yazıram yenə F dartı mj bərabərdir MA-yə. Okay. Buradan yerinə qoyaq qiymətlərini uşaqlar. F dartımız nədir? 30-dur. MJ-miz nədir uşaqlar? 50-dir. Onda yazıram 50 mü yazıram da belə olur, elə deyilmi? 50 mü. Bərabərdir nədir? Biz təcilimizi 5 tapdıq. M-miz nədir? O da 25 olur. Elə deyilmi? 25. Buradan yazıram 50 mü bərabərdir 10-a. 10-ya sonra 5-ə. Üzr istəyirəm. 5-ə. Mü nəyə bərabərdir uşaqlar? 5 böl 50. O da 10-da 1. O da 0.1. Biz müyümüzü tapdıq uşaqlar. 0.1. Cavabımız burada 0.1 oldu. Bu qədər.